Martın 1-i səhər saatlarında olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən kanalımıza bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Qarın hündürlüyü Şahbuzda 39, Xınalıq Qırızda 31, Şəkidə 30, Zaqatalada 29, Qusarda 22, Şahtağda 18, Lerikdə 15, Xaltanda 14, Qaxda Daşkəsəndə 13, İsmayıllı Qəbələdə 10, Qubada 9, Gədəbəydə 8, Altağaz Yardımlı Oğuzda 5, Qobustanda 4, Şamaxı Göygöldə isə 2 santimetrdir. Düşən yağıntının miqdarı Göyçayda 15, Balakəndə 12, Şahbuzda 10, Tovuz Şabranda 8, Ağstafada 5, Mingəçevir Goranboyda 4, Bakıda və Abşeronda Elizədə, Şəmkir, Kürdəmir, Lənkəran, Astara, Ağdamda 3, Naxçıvan, Gəncə, Tərtərdə 2, Ceyrançöl, Culfa, Ordubad, Naftalan, Ağsu, Bərdə, Yevlax, Sabirabad, Neftçalada isə 1 millimetrdir. Şərq küləyi əsib. Küləyin maksimal sürəti Neftçalada 20, Naftalanda 18, Biləsuvarda 16 metr saniyədir. Daşkəsən, Göygöl, Balakən, Qax, Şəki, Şamaxı, Qobustan, Qırız, Göyçayda qatı duman müşahidə olunub. Dumanda görünüş 500 metrə qədər məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeronda 2, Aran rayonlarında 3 dərəcəyə qədər isti, Naxçıvanda 1, dağlıq rayonlarda isə 4 dərəcəyə qədər şaxta qeydə alınıb.